Təsəvvür edin, təxminən 1 milyon manat pul verirsiniz. Amma aldığınız maşının üstündəki at loqosunu silsələr, hamı ona Prius deyəcək. Bəli, bu yeni Ferrari lükedir və deyəsən dizaynerlər öz brendlərindən nifrət edirlər. Tarixdə ilk dəfə tam 5 nəfərlik Ferrari, növbəti nə olacaq? Kartof daşımaq üçün minivan, amma tələsməyin. Kapotun altında 4 elektromotor və 1050 at gücü yatır. Yüzə cəmi 2,5 saniyəyə yığılır. Düzdür, 2026-cı il üçün bu rəqəmlər artıq heç kimi təəccübləndirmir. Lakin Ferrari bir detalla hər kəsi susdurub, rəqibləri kimi maşına saxta benzin motoru səsi qoymayıb. Tam gerçək mexaniki vibrasiyalardan yaranan unikal kosmik səs bu maşın avto dünyanın yeni iPhone-u kimidir. Əvvəl nifrət edilsən, sonra isə onsuz yaşaya bilmirsən. Sizcə 1 milyon manata bu qeyri-adi dizaynı almağa dəyər, yoxsa köhnə Ferrarilər daha yaxşı idi? Fikirlərinizi şərhlərdə yazın və kanala abunə olun.